Və həmçinin əgər qəlbdə əsas sevgi Allah sevgisi olarsa və bundan sonra onun insanın etdiyi əməllər də Allah Teala'nın muradına uyğun şəkildə olar. Və ikinci yol, qayda isə qəlbi qəlb əməlləri ilə təmir etməkdir. Qəlb əməlləri ilə təmir etmək. Qəlb əməlləri, yəni bir çox qəlb əməlləri var. Əsas əməllər də elə qəlb əməlləri sayılır. Təvəkküldür, qorxudur, ümiddir, rağbə, rahbə. Bunlar hamısı qəlb əməllərinə daxildir. Yəni, insan bu əməlləri qəlbində təmir etməyə, yəni doğrultmağa çalışmasıdır. Və üçüncü qayda isə, yəni qəlbi afatlardan, yəni bəlalardan, hansı ki, qəlb xəstəliklərindən təmizləməsidir, həsəddir, kin-küdurətdir, ikrah hissidir və bundan başqa, yəni bir çox insanların yəni tutulduğu xəstəliklərdir, hansı ki, ondan da insanın qəlbini təmizləməlidir. Deməli, insan salamat olmaq istəyirsə, qəlbini təmizləməlidir. Abu Ducanə radiyallahu anhu ölüm yatağında onun üzü parıldayır, gülümsüyür. Yəni elə bir ki, üzündə sevinç ortaya çıxır və ona deyirlər ki, yəni bunun sirri nədir? Yəni sən belə bir halda dünyadan ayrıldığın bir vaxtı sən gülümsüyürsən, sevinirsən və o da deyir ki, yəni dünyadan məndə olan, yəni bu iki xislət idi. Birincisi odur ki, ləm əkun ətədəxxəl fīmə lə ya'nini. Yəni mənə aid olmayan şeylərə qarışmırdım. Mənə aid olmayan işlərə qarışmırdım. Və ikinci isə mənim qəlbim insanlara qarşı salamat idi. Deməli, bu iki xislət sayəsində Abu Ducan, o böyük sahabə, yəni səadəti, xoşbəxtliyi hiss edir. Deməli, onlardan birincisi, mənə aid olmayan işlərə qarışmırdım və ikinci isə mənim qəlbim insanlara qarşı salamat idi. Yəni, bu iki xislətə görə, yəni o anda onun üzündə sevinç ortaya çıxır. Süfyan ibn Dinar rahimehullah Bişrə deyir ki, yəni sahabələr necə idilər? Və o da deyir ki, sahabələr az əməl edirdilər, amma çox savab qazanırdılar. Və o da deyir ki, bu necə olurdu? Və deyir ki, bisələməti sudurihim, yəni qəlblərinin, kökslərinin, sinələrinin salamat olmasına görə. Yəni ola bilir ki, onlar sahabələrdən sonra gələnlər sahabələrdən daha çox əməl etməsinə baxmayaraq sahabələri qabaqlaya bilməmişlər. Yəni onlar az əməllə başqalarını daha ötmüşlər